Salam müəllimlər, salam hörmətli izləyicilər. Belə bir maraqlı tənlik var idi. X üstü x bərabər x olarsa, bu tənliyi həll eləmək deyir. Əlbəttə ki, biz bunu qiymət qoymadan tapa bilərik, amma həll yolundan necə yaza bilərik? Onun həll yollarından birini deyəcəm indi sizə. Baxın müəllimlər, hər tərəfin natural loqaritmasını ala bilərik. Deməli, ln modulca x-in üstü x bərabərdir ln x-ə. İndi isə loqaritma xassasına görə bu qüvvət keçir qabağa. Nə olacaq? X vurulsun ln modulca x bərabərdir ln modulca x-ə. İndi isə ln x-i sol tərəfə atsaq, yəni orta vurğu çıxarmadan ötürü x vurulsun natural loqaritma x çıxılsın, yəni natural loqaritma x bərabərdir 0. Biz orta vuruq nədir? ln modulca x hər ikisini orta vuruqda mı çıxarsaq vuruq kimi nə olacaq? ln modulca x vurulsun. Birincidə qalacaq, nə qalacaq? Birincidə təkcə x qalacaq. x çıxılsın, ikincidə isə 1 qalacaq. 1 bərabərdir 0-a. Əlbəttə ki, bunun ikinci vuruğu x minus 1 bərabər 0 isə x bərabər 1-dir. Vuruğun biri 1-dir. Baxaq ikinci ala. ln modulca x bərabər 0-dır. ln modulca x bərabər 0-dır. Deməli nə olacaq? Modulca x bərabərdir y üstü 0. Çünki ln yəni y əsasını deməkdir. Yəni, bu da bərabər neçədir? 1-ə bərabərdir. Modulca x 1 isə x nə olar? Plus minus 1 olar da. Burada kökünü tapdıq. Plus minus 1. Digər tərəfdə isə müsbət 1 olduğunu tapdıq. Demək, hər ikisini götürsək nə olacaq kökləri? Demək, kökləri oldu müsbət və mənfi 1. Cavab plus minus 1.